Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, deyərli Xəzər Futbol Liqasının izləyicilərimiz. 9-cu sezonda qrup oyunları davam edir. Günün son qarşılaşması Məkan və Gold Boys arasında başlayır. İki komanda uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Ümid edirəm maraqlı məhsuldar oyunun şahidi olacaq. Faiq, Elvin Xəlilov, Davud Dadaşzadə. Məsələ görüşdən öncə start heyətlərdən nəzərinizə çatdırmaq olar. Nasıl ki, Gold Boys'da qapıda Təbriz Mustafayev, onun ön istiqamətdə Davud Dadaşzadə, ola birgə Faiq Zeynalov, kapitan Coşqun Məmmədli, mərkəzdə Natiq Quliyev və hücumda Elvin Xəlilovu görəcəyik. Digər tərəfdə Məkan heyətində qapıda hələ ki İlkin Məmmədov, müdafiə Elgün Həsənovla Orxan Dadaşovu görürük. Mərkəzdə İlqar İsmailov, hücumda isə Nicat Həsənovla İlqar Əliyev komandanın kapitanı. Davud Dadaşzadə, Təbriz, Faiq. Yine qaçısı ilə oynadı. Yad Həsənov. Elvin Xəlilov sürət hesabına çatdı. Zərbə. İlkin dəf etməyə bacarır. Təhlükəni sovuşdurdu, amma gücdən zərbə. Korner yeni yetirilməlidir. Qapı qarşısına başla zərbə. Keçmir. Qapıdan zərbə olmalıdır. İlkin Məmmədov. Orxan vardı yanında. Orxan Dadaşov. İlqar İsmailov. Elgün Həsənov. Meydanın özlərində o sesində ötürmələr izlədik. İndi Orxana doğru ram etməyi bacardı. Bir rəqibi müdaxiləsi sonra stop meydanı tərk etmişdi. Məkanın əmləsi davam edir. Elgün! İşinə zərbə. Qeyri dəqiq alınır. Orxan Dadaşov səmti dəyişdi. Orada Elgün Həsənov özünü çatdırıb gəlişinə zərbə indirmişdi. Amma toplarlar yalanmadı. Burada Natiq Quliyev rəqibini aldatmaq istəsə də nail ola bilmir. İlqar İsmailov Orxanla oynadı. Dadaşov. Yenidən İlqar. Təbriz Mustafayev. Yüksəlik qazanan top. Faiq Zeynalov, Coşqun Məmmədli. Nicat Həsənov. Zərbə indirdi, topu torlara yolladı. Nicat Həsənov. Qolun adı qolun müəllifi olur. 1-0. Məkan artıq öndədir Gold Boys önündə. Görək rəqibin buna cavab olacaqmı? Zərbə İlqar Əliyevdən. Bir əmlə izlədik. Yaxın idi, qola yaxın idi amma geridə qaldı. Burada Təbriz Mustafayev rəqibə fair play edir və topun onlardan meydan tərk etdiyini işarə edərək korneri yollamışdı. Küncdən zərbə istənilən kimi yerinə yetirilmədiyində bir əksin şansı Elvin Xəlilov bir rəqibini aldatdı Elvin. Ayaq saxladı, bax burada yanlış oynadı. Ya səmti dəyişməli idi, cinahı dəyişməli idi ya da Elvin cinahda onda komanda yolaşı vardı, onu ötürmə verməli idi. Yeni Suraxanı stadionu. Yeni gələnlər xoş gəlmişsiniz. Təbii ki, bu yayımızdan böyük dəstək göstəmirəm. Təmsilçimiz Mübarizə Aparıcı Çempionlar Liqasında hər kəs dəqiqə həmin oyuna nəzər yetirir, diqqət yetirir. Bizim də ürəyimiz məhz Qarabağın yanındadır. Ümid edək ki, təmsilçimiz qələbə qazanacaq. İlkin Həsənov. Deyil. Basovun ötürməsi, zərbə İlqar İsmailovdan. Təbriz Mustafayev son anda ayağı ilə toxunuş etməyi bacarır. Yeni Suraxanı stadionudur. Yeni Suraxanı stadionu. Qapıdan zərbə. Meydanda bir cavabsız qol var. Yeganə qolun müəllifi Nicat Hüseynovdur. Gold Boys kollektivində texniki zonada ehtiyatlar sxemasında heç səsi görmürəm. Məsələ start heyətlə də mübarizəni sona qədər davam etdirməlidirlər. Məkan adına isə 3 oyuncu var. Gold Boys adına həmləni izləyək.
Daha sonra texniki zonada kimlər var, onları da nəzərinizə çatdıracağım. Kornerində. Cərimə meydançası səndəvərində 3 komanda yoldaşı var. Elvin Xəlilov korneri yerinə yetirmişdi. Digər tərəfdə altdan zənimcə, bəli, yan xətdən topa ilə daxil edilməlidir. Coşqun Məmmədli yaxınlaşdı. Götürmüşsənən kim alınmır? Faiq Zeynalov. Təkrar zərbə imkan vermədilər. Məhz indi fikrimi tamamlasam. Texniki zonada 3 oyuncu var. Məkan adına İlkin Məmmədov, Kazım Hacızadə və Nicat Abdullayev. Təbii ki, əvəz etmələr olduğu zamanda qeyd edirəm. Elvin Xəlilov alda cəmlələr. Elvin qapçının dağıldadı, topu qapıdan keçirmək istəyirdi, amma bu əmlədə məyus edir. Qapçının toxunulmaz saxlamağı bacarır. Orxan, orada İlqar İsmailov rəqibinə feyq atdı. Zərbə İlgündən keçmir. Təbriz Mustafayev. Coşqun Məmməd, 2 kapitan üzrəydə. Coşqun və İlqar Əliyev. Zərbə Natiq Quliyevdən alınmadı. Deyub. Kapitan zərbə ilə topa daxil etməlidir. Yaxın qısa bir ötürmə. Ekran bəyənənlər sağ olun, var olun, təşəkkür. Minnətdaram hər birinizə. Coşqun Məmmədli sol cinab oyuncu elədi. İlqar var qarşısında ötürmək. İlkin ötürmən oxudar Əliyev topu da meydanda saxlama bacardı. Ötürməsini də verdi İlqar Əliyev. Bir alda cəmlə sol ayağına çəkdi. Zərbə. Təbriz Mustafayev keçid vermir. Səhvsiz oynayır. Kiper bu epizodda İlkin zərbəsi geridə idi. Qarabağın oyunda hesabı neçədir? Arada yazın, bizim də xəbərimiz olsun. Elvin Xəlilov Natiqin hərəkətlənməsini istədi. Ötürmək üçün. İndi Məsarı ötürməsi. Natiq və gol! Natiq Quliyev. Elvin Xəlilovun məhsullar ötürməsində Natiq Quliyev topu torlara yolladı. Məsəli ilə göstərdi komanda yoldaşının cərimə meydançasına daxil olmasını. Ötürmə də yaxşı olanda zərbədir. Və görüşdə artıq bir-birlik bərabərlik var. Cavab qolu gecikmir. Təbriz Mustafayev təzyiq var. Bir qədər riskli ötürməkdir, amma nəticə etibarilə uğurlu alanda. Faiq Zeynalov. Orada Elgünün toxunuşu var. Korner olmalıdır. Köşdən zərbə. Yenə Elvin Xəlilov topun yanındadır. Aleyküm salam. Artıq Qarabağ 1-1 edib. Qarabağ 1-1 edib. Xəbərimiz var. 1-1 oldu. Davud Dadaşadə, Təbriz Mustafayev. Coşqun. Davud. Burada qayda pozulsa da top onlarda qaldığı üçün refer davam etdirdi. Coşqun. 1-1'də axırdıq. Yoxsa yox? 1-1, bəli. İlqar önündə qaldı. Son anda Natiq. Geridən gəldi, özünü çatdırdı. Natiq Quliyev. Faiq Zeynalov önündə qaldı. Zərbə və gol! Faiq Zeynalov topu torlara yolladı. Geri dönüş gol oldu bu. Qaldı boz. Artıq öndədir. Qolladı qolun müəllifi Faiq Zeynalov. Davud Dadaşadə. Elvin Xəlilov. Bir alda cəmlə. Hesab Məkan komandasından Nicat Həsənov. Nicat Hüseynov da doğrusu açıb. Daha sonra ilk öncə Natiq Quliyev və son olaraq da Faiq Zeynalov fərqlənib və hesab 2-1'dir artıq. Nicat orada top almağı bacardı. Məkan komandası Davud Dadaşadə müdafiədə yaxşı oynadı Orxan. Müşəli qazanıb. Coşqun akrobatik zərbə alınmır. Deyib Abbasov.
Yanda İlgün var, İlgün Həsənov. İlqar İsmailov. Faiq top meydanda saxlama mümkün olmur. Altdan topa ilə daxil edilməlidir. İlqar, qarşısında Davud var. Alda cəmlələr önü bağlı deyil. Geriyə qayıtmaq məcburiyyətində qalır. Deyib Abbasov. İlqarı gördü. İlqar İsmailov. Hücumun səmtini dəyişmək olar. Məhz indi Orxan Dadaşov. Yan xətdən topa ilə daxil edilməlidir Orxan. Qapı qarşısını ötürmə. Burada Natiq Quliyev yaxşı oynamışdı. Elvin anlaşa bilmədilər. Narazıdır komandalaşın bu əmləsindən Natiq Quliyev. İradını da bildirirdi. Uzaq məsafədən zərbə. Bu İlqar İsmailov idi zərbəni indirən. Təbriz bir qədər ön istiqamət edir. Zərbə indirmək seçir, amma top qapının üzərinə meydanını tərk etdi. Davud Dadaşzadə, Faiq Zeynalov. Görüşdə son qol ondan gəlib. Natiq götürmələr izlədik. Hələ ki, dəyişilik əvəz etmə yoxdur görüşdə. Coşqun Məhməddir, təzyiq var. 2 nəfər birgə. Şıqadı onun üzərinə əhatəyə götürdülər. Topa çıxarmağa bacardı Coşqun. Yeniden bəhsi gedən oyuncu toplaydı Elvin Xəlilov. Təbriz Mustafayev. Natiq. Bu dəqiqələrdə topa nəzarət edən tərəfdir Gold kollektivi. Bitirmələr izləyirik onlar adına. Elvin uzaq məsafədən zərbəsi. Elgün zərbəni dəf etməyə bacarır. Faiq Zeynalov, Elvin Xəlilov. Geriyə doğru ötürmə Təbriz Mustafayev. Yanında Davud var. Davud Dadaşzadə. Elvin. Necə bir seçimlə yadda qalacaq. Orada topu rəqibin ayaqlar arasından keçirdi. Deyib topu meydanda saxlamağa bacarır. Kornerə imkan vermir. Həmçinin digər tərəfdə də altdan top oynayıb. Tərk etmişdi, meydanı tərk etmişdi Elvin Xəlilov. Mərkəzə Coşqun ötürmək istəyirdi, bir qədər ayaq saxladı. Davud Dadaşzadə. İqram edə bilmir. Orxan, İlqar İsmailov. İcad. Faiq Zeynalov araya girdi. Elgün Həsənov. Orxan bir anlıq büdrədi və topda meydan tərk edir. Natiq Quliyev. Yanında Elvin Xəlilov var idi Elvin. İki rəqibin arasından özünü çıxmaza saldı amma qaydada pozulub. Fəqən Kərimov qaydanın pozulduğunu işarə edir. Odur ki, standart vəziyyət cərimə zərbəsi olacaq. Görüşdə artıq 14 dəqiqəni geridə qoymuşuq. İlk hissədə son 11 dəqiqə. Elvin Xəlilov topun arxasında 2 nəfərdən ibarət canlı səd var. İntirməklə başladılar Faiq. Davud Dadaşzadə eyni icrada Natiq top meydanda saxladı. Davuda ötürmə. Orada dəyişiklik də başladı məkan heyətində. Nicat meydanı tərk edib və yerinə Adaşa buraxıb. Adaşına buraxıb daha doğrusu. Nicat Abdullayev artıq meydandadır. Nicat Həsənovun yerinə. İlqar, Elvin Xəlilovun presingi var idi. Natiq, yox. Zərbə istənilən kimi, düşünülən kimi deyil. Deyib. Topa çatmaq mümkün olmur. Orxan Dadaşov. Natiq götürməni oxudu, oraya girdi Natiq. Top ayağından çox açır. Abbasov çıxışda düzgün oynamışdı rəqibindən öncə. Özünü çatdırdı. İlqar İsmailov yanında Dadaşı var. Amma cərmə meydança səndəvərində Nicat Abdullayev ötürmək gözləyirdi. Məhz onu düşündü. Elvin Xəlilov sürətlə irəlilədi. Nicat rəqibini təqib edir.
Elvin yaxın göz düşüncəsi Deyib Abbasov. Sayaqdır. Əliyev. Kapitan bir halda cəmlə. Coşqun onun qarşısını kəssi. Kapitanların mübarizəsində qalib tərəf. Coşqundur. Zərbə alınmır. Coşqun Məhmədli topu qapının üzərindən vurdu. Yaxşı bir şans, yaxşı bir epizod yaxalanmışdı. Məhz Golden Boys kollektivi amma dəyərləndirə bilmədilər. Elgün. Çiki. Elvin. Elvin Xəlilov aldatdı rəqibini. Zərbə. İmkan vermədilər. Davud Dadaşzadə əmləsi davam etməlidir. Golden Boys kollektivi Natiq Quliyev. Rəqibini aldadıb. Eləmək istədi. Rəqibini aldatmağa nail oldu, amma sonra özünü yerə buraxdı. Standart vəziyyət cərimə zərbəsi. Altdan mı yoxsa küşdən zərbə mi? Bəli, küşdən zərbə olmalıdır. Qapı qarşısını ötürmək keçmir. İlqar İsmailov. Orxan Dadaşov. İlqar Əliyevə doğru ötürmək qarşılaya Faiq Zeynalov. İndi korner Məkan adına. Orxan. Hüseyli qazanan top. Halda cəmlə İlqar Əliyev. Son anda Davud. Penaldan gol. 2-0, 2-1. İlqar İsmailov. Natiq. Deyib Abbasov kapitan zərbələ top oyuna daxil edir Elgün Əsənov. Məkan adına yeni bir əmlə izləyəcəyik. Orxan Dadaşov. Bir də xatırlatıram Golden Boys'un 2-1'lik üstünlüyü var görüşdə Məkan önündə. Abdullayev sona qədər rəqibini təqib etdi. Yaxətən o meydandan çağırmışdı Natiq. İki rəqibin arasına. Ədəsindən çıxmağa bacarmışdı. Davud Dadaşzadə. Görüşdü artıq. İlk hissədə 20 dəqiqəni geridə qoymuşuq. İlk hissədə son 5 dəqiqə. Can Abdullayev. Tələssi zərbə üçün tələssi. Orada İlqar Əliyev də boşda idi. Onu da düşünə bilərdi. Korner, künçdən zərbə. Orxan Dadaşov, zərbə. Elvin zərbəni qarşısını kəsməyi bacarır. İlgün, İlqar İsmailov yenidən İlgünlə oynadı. Qapıda Deyib Abbasov məsələ qapısını düşündü.
Bir qapıçıdan digər qapıya hədiyyə edib. O, indi Təbriz. Qapıçının ön istiqamətdə olduğunu görmüşdü. O da zərbə indirdi. İki qapıçıdan zərbələr, həmlələr izlədik. İlkin. Sahibqanlıq aldatdı bir rəqibini. İlkin Əsənov. İlkin. Zərbə indirə bilmədində sol ayaqla zərbə. Hər şey etdi. Hər şey etdi amma son zərbə istənilən kimi gəlmir. Həmçinin müdafiədə artıq qolları öz yerinə tutmuşdu. O zərbə imkanını çox aza indirdilər. İlqar Xəlilov. İlqar Əliyev. Kapitan sona qədər mübarizə aparır. Orxan Dadaşov. Orada Natiqin təzyiqi var. Pressing edirdi İlqar Əsənov. Davud Dadaşzadə, Orxan. Uzaqlaşdırdı bu. Ötürmə deyildi zənnimcə. Ötürmə xarakteri daşımırdı bu zərbə. Uzaqlaşdırmaq həmləsinə bənzirdi. Faiq Zeynalov. Natiq. İmkan vermədilər. Teyov. Qapısını tərk edib İlqar İsmailov. Məkan altına əmlər. Zərbə. Təbriz Mustafayev dəf etməyə bazar. Yüksəli qazanan top tərs bir müdaxilə idi bu. Təbriz uzaqlaşdırdı. Teyov riskə getmir. Top meydandan çıxardı Elvin. Zərbə Natiqdən. Teyov. Orxan Dadaşov. Məkan altına yeni bir əmlə yerdən qurulacaq. Coşqu Məmmədli. Zərbə isə 7 dəqiqə. Bir qədər körtəbi zərbələr izləyirik bu dəqiqələrdə. Son dəqiqələrdə. Teyov. Orxan Dadaşov. Yenidən. Qapıcı ilə oynamışdı. Orada Coşqun ötürməni oxudu amma toxunsa da ram edə bilmir. İlqar İsmailov. İlqar. Yaxın göz düşüncəsi. Düşüncə yaxşı. Zərbə istənilən kimi alınmır. Asvekə top. Qapıdan yan keçdi. İki hissədə son 2 dəqiqə. Faiq Zeynalov. Natiq. Topa deyil də rəqibə. Rəqibin ayağına zərbə indirir. İzzat Abdullayev bir yerdə qalıb. Mərkəz xəttinə yaxın bir nöqtədir. Orada bəli. Xatırlatma edək, görüşdə ilk hissədə son dəqiqə oynanılır. Hesab 2-1-dir. Fasilə boş öndə yollamağa yaxında. Faiq Zeynalov, burada Natiq araya girdi. Son müdaxilə Orxan Dadaşovdur. Korner, son əmlələr, son zətlər ilk hissədə. Natiqin zərbəsi keçmir. Dağıtdan top oyuna daxil edilməlidir. Coşqun. İlqar Əliyevə son şans ola bilər. Elvin keçid vermədi. Xəlilov zənnimcə özü tamamlamaq istəyəcək. Topa çatmaq mümkün olmur amma korneri yerinə yetirilməlidir. Qapısını açdı top Natiq. Coşqun. İlkin ona keçid vermir. Davud. Topu çıxarmaq istədilər. Müdafiədən çıxmaq çətinliyi çəkir. Məkan kollektivi Məsindi. Təbriz Mustafayev. İlqar Əliyev. Allah zəmlələr izlədik. Zərbə! Təhlükəliydi. Bu son zərbə oldu ilk hissədə. Referim ilk hissəni bitirdi. Komandalar fasilə yollanır. Retir ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.